Ruldu, əli sürüşdü, vurdu. Mən qancıq, yəqin qulağıma naşıqlıq taxmışam, keçmişəm. O şoferin nə günah var, o çıxıb çörəyin qazanmağa. Prosta ölüdən izahat almırlar deyə izahat verə bilmirəm, başa düşürsən. 100% ömür boyu günahı, yazığı ya şoferdə görülür. Şofer neynəsin, insandır da, bilmədi, əli dəydi, öldürdü. Nə var ki, adamlar nə də adam ölər də. İstəyirəm ki, Allah Teala'dan, əgər mənə elə bir ölüm yazıbsa, məni bir 5 dəqiqəlik ayıltsın, mən polislərə izahat verim, çıxım gedim. Öləndən sonra onu tutdular, tutmadılar, mənim nə istisi soyğu. Ki, o içəridə çürüyəcək, mən diriləcəyim, yox. Məndən olsa, vallahi, yaşasın. Yaşasın və yaşatsın. Prosta, qardaş, imkan olsa məni öldürsən, maşının arxasında 41 qoyarsan, mənim nömrəmi, TikTokumun nömrəsini, bir də plonka mənim şəklimi qoyarsan. Yaşat məni. Nə olar, xahiş edəm səndən. Belə bir şey, belə bir şərtlə səni bağışlaya bilər. Ölmüşəm də onsuz da, bunu tutub soxsalar görməyə nə olacaq, diriləcək. Sağ olsaydım bir dənə BMW, X-uz, bir dənə Ağşəhərdə çox yox, belə ucuz bari bir otaqlı ev. Bir dənə belə Mərdəkanda belə üzü dənizə baxan bir dənə bağ ev istəyərdim, sağ olsaydım. Elə şofer özü dua elər ki, yaxşı ki bu öldü. Getdi bəyəm. Şifrə. Elə istəyirəm keçmiş ərimi qıvırsın, yolda maşından zadla. Allah'ın olsun, davacı olayım. Keçəndə bir maşını ilə mənə dəysin. Yoldayı təsadüfən bilmədən. Vay o günə də mən ölməyib sağ qalım. Pay! Pay! Sən niyə bu dinlə gündədin? Sən niyə bu dinlədən? Sən niyə bu dinlədən? Nə gündəyəm ay xanım? Nə gündəyəm? Nə olub? Nə gündəyəm? Cırıq xalatı gelib deşiklərinlə mənə baxırsan. Nə olub ay xanım? Evdəyəm də nə giyinməliyəm? Nə istəyirsiniz məndən? Bizdir canımdan.